Şanlı Zəfər tariximizin 5-ci il dönümünə həsr olunmuş tədbirdə hər birinizi xoş gördük. Bağçam Uşaq Bağçaları şəbəkəsi bilirsiniz ki, Azərbaycan balalarının, övladlarımızın doğru düzgün təlimində, tərbiyəsində Respublikamızda sözün əsl mənasında öndə olan tədris müəssisəsidir. Salam əziz atalar, qonaqlar, değerli şəhid anaları, ataları. 200 uşaq səhnəyə çıxacaq. Hər birinin əlində bayraq, ürəyində vətən sevgisi var. Bu sevgini korumak bizim hamımızın borcudur. Bağçam Uşaq Bağçaları şəbəkəsində təhsil alan şəhid və qazi ailələrinin övladları bu videoda yer alır. Buyurun, gəlin bir yerdə izləyək. Əvvəli sözlü dünya, Azərbaycan, şöhrətli şanlı məkan, Azərbaycan, yaşa var ol hər zaman, Azərbaycan, səndən alıram ilham, Azərbaycan, nəvəli sözlü. Bağçam Uşaq Bağçaları şəbəkəsinin əməkdaşları Güllü Mirzəyeva və Müsalə xanımı dəvət edək. Lütfən, belə cəsarətli insanlar Əvvəli sözlü dünya, Azərbaycan, şöhrətli şanlı məkan, Azərbaycan, yaşa var ol hər zaman, Salam dostlar. İndi isə gəlin nağımıza başlayaq. Nağılımız Xarı Bülbülün nağılı adlanır, əziz tamaşaçılar. Nağıl belə başlayır. Bütün nağıllarda olduğu kimi biri var idi, biri yox idi. Odur eyli, odu nəfəsli diyarı ocağına Ayrılıq bütün canlar. Azərbaycan, Azərbaycan. yen vüqarımsan uçağına canım qurban Azərbaycan savaşlardan alnı açıq çıxan zaman tarixlərə bağışladın neçə qurban hər qonşuda bir parçası əsir qalan torpağına canım qurban Azərbaycan. Hər uğurun gələcəyə bir yol açır, hər dost ilə xoş niyyətin işıq saçır, hər millətə, hər məzhəbə isti açır, qucağına can. Aparır ocağından azadlığın al rəmzi var bayrağında bayrağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan bayrağına canım qurban Azərbaycan. Anam, doğma vətənimsən, ayrılar mı? Könül candan, Azərbaycan, Azərbaycan.